Gününüz xeyirli olsun uşaqlar. 7-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 6-nın, yəni sonuncu kiçik summativ qiymətləndirmənin izahlarını paylaşmış olacaq. Birinci suala baxaq. Ardıcıl birləşmədə dövrənin istənilən hissəsində hansı elektrik kəmiyyətinin qiyməti eyni olur? Ardıcıl birləşmədən söhbət edir. Ardıcıl birləşmədə bilirik ki, əlbəttə ki, cəryan şiddətinin qiymətləri eyni olur. Ona görə yalnız 3 C variantındadır. I vurulsun U ifadəsi hansı fiziki kəmiyyəti müəyyənləşdirir? Bəli, siz bunu öyrənmişdiniz. I vurulsun U ifadəsi əlbəttə ki, burada elektrik cəryanının işini müəyyənləşdirəcək. Üçüncü sual, hər birinin müqaviməti R olan paralel birləşdirilmiş n sayda naqilin ümumi müqaviməti hansı ifadə ilə təyin olunur? Ümumi müqaviməti bizdən soruşur və hər birinin müqaviməti də R-ə bərabərdir. Ardıcıl birləşmədə bilirik ki, bir dəqiqə paralel birləşmədən söhbət edir. Paralel birləşmədə ümumi müqaviməti tapdığımız zaman R ümumi bərabərdir. R bölünsün n ifadəsi ilə hesablanır. O da A variantındadır. Davam edək uşaqlar 4-cü sualla. 4-cü sualda deyir ki, elektrik cəryanının gücü hansı ifadə ilə, hansı cihazla ölçülür? Əlbəttə ki, uşaqlar, güc wattmetr vasitəsilə ölçüləcək. Doğru cavab B-dədir. Ardıcıl birləşdirilmiş 2 naqilin ümumi müqaviməti 15 ohmdur. Birinci naqilin müqaviməti 3 ohm olarsa, ikinci naqilin müqavimətini təyin edin. Əgər ardıcıl birləşdirmədirsə, ardıcıl birləşmədə bilirik ki, müqavimətlər toplanır. Və bizə verib ki, ümumi müqavimət 15-dir. Yəni, burada yazaq yerinə 15. Birinin müqaviməti 3 veribsə, digərini tapanda, əlbəttə ki, 15-dən 3-ü çıxaram, edər 12. 12 ohm da B variantında ifadə olunub. Davam edək 6-cı sualla. 6-cı sualda deyir ki, müqaviməti 12 ohm və 6 ohm olan paralel birləşdirilmiş 2 naqilin ümumi müqavimətini hesablayın. Demək ki, hər birinin müqaviməti 6 ohmdur, bir də 12 ohmdur. Paralel birləşmədən söhbət gedir. Paralel birləşmədə necə hesablanırdı? 1 bölünsün R paralel bərabər idi. 1 bölünsün R1 üzərinə gəlsin, 1 bölünsün R2. İndi davam edirik. 1 bölünsün R paralel bərabərdir. 1 bölünsün. Müqavimətləri necə idi? 6 və 12. Demək ki, 1 bölünsün 12 üzərinə gəlsin 1 bölünsün 6. 1 bölünsün R paralel bərabərdir. Orta məxrəc 12 olsun. 1 üzərinə gəlsin 2. 1 bölünsün R paralel bərabərdir. 12-də 3. Yəni 4-də 1. Demək ki, R paralel bərabərdir 4-də. Paralel birləşdirilmə zamanı ümumi müqavimətimiz 4-ə bərabər olur. C variantı. Gücü 40 volt olan lampadakı cəryan şiddəti 2 amper olarsa, onun müqavimətini hesablayın. Yəni hesablayaq. Gücü 40 ohma bərabərdir. P bərabərdir 40 ohm. 40 watt. Bir dəqiqə. 40 watt. Lampadakı cəryan şiddəti I bərabərdir 2 amperdir. Və ümumi müqaviməti soruşur. Ümumi bərabərdir sual şəxsinə. Baxaq. P bərabərdir. I kvadrat vurulsun R düsturundan hesablayaraq. Və buradan R-i tapacam uşaqlar. R bərabərdir. P bölünsün I-nin kvadratına. P-miz nə qədərdir? P-miz 40-a bərabərdir. I-nin kvadratı da söhbət gedirsə, yəni 2 vurul 2-nin kvadratıdır da. 40-ı da bölərəm 4-ə, edəcək 10-a. Demək ki, ümumi müqavimətimiz 10-a bərabər imiş. Sonra davam edirik 8-ci sualla. Dövrə hissəsində V1 voltmetrin göstəricisi 18 volt olarsa, V2 voltmetrin göstəricisi nəyə bərabər olacaq? Bax, V1-in göstəricisi 18-dir. Və bizdən soruşur ki, V2-nin göstəricisi nə qədər olacaq? Baxın, əvvəlcə dövrəyə fikir verək. Ardıcıl birləşmədir.
Ardıcıl birləşmədirsə, ümumi müqaməti hesablayaq. Ümumi bərabərdir. 6 plus 3, o da edir 9 ohm. Ümumi müqavimətimiz 9 ohmdur. Və ümumi voltmetrin də göstərişi 18-dir. Yəni, U bərabər 18 volt yazıram. Buradan cəryan şiddətini tapa bilərik. Əlbəttə ki, I bərabərdir. U bölünsün R ifadəsinə əsasən. O düsturu da yazım. 18 bölünsün 9, 2 amper. Demək ki, 2 amperlik bir cəryan şiddəti axırmış burada. 2 amperlik. 2 amperlik cəryan şiddəti ardıcıl birləşmədə dəyişmir. Yəni, birinci rezistordan keçibsə, ikincisindən də keçəcək 2 amper. Və birincisinin gərginliyini hesablamaq istəsək, o zaman U2-miz niyə bərabər olacaq? U2 bərabərdir. I vurulsun R2-yə. O da bərabərdir. 2 vurulsun. R-imiz də 6 deyil. 6. 12 volt. Demək ki, bax, U2-nin göstəricisi 12-yə bərabər olacaq. 9-cu suala davam edək. Naqildən keçən cəryan şiddəti 3 amper, onun uzlarındakı gərginlik isə 12 voltdur. 0,5 dəqiqə ərzində bu cəryanın gördüyü işi hesablayın. Gəl hesablayaq. Cəryan şiddəti 3 amperdir. I bərabərdir 3 amper. Uzlarındakı gərginlik 12 voltdur. U bərabərdir 12 voltdur. T bərabərdir 0,5 dəqiqədir. Gördüyü işi deyir. I bərabərdir sual işarəsinədir. Vəssalam. Deməli, hər bir kəmiyyət var bizdə. Yeganə düsturu yerinə qoyub hesablamaq lazımdır. A bərabərdir. İşi soruşur da bizdən. I, U, T düsturu olduğunu bilirik. Deməli, hər bir kəmiyyətimiz var. Yerinə qoyub hesablamaq qalır. A bərabərdir. İ'miz 3-dür. U'muz 12-dir. T'miz də 30-dur. Bunları bir-birinə vuraraq edər 1080 joule. Doğru cavab Y-dədir. 10-cu suala da baxaq. 10-cu sualda deyir ki, uzlarındakı gərginlik 4 voltdur. Yəni, U bərabərdir 4 volt. Naqildə elektrik cəryanı 5 saniyə ərzində. T bərabərdir 5 saniyə. 20 joule iş görür. A bərabərdir 20 joule. Və bizdən soruşur ki, naqilin müqavimətini hesablayın. R bərabərdir sual işarəsinə. Yenə də işin düsturu I, U, T olduğunu bilirik. Buradan əvvəlcə gəlin cəryan şiddətini hesablayaq. I bərabərdir A bölünsün U, T. A'mız nə qədərdir? 20. U 4, T də 5-dir. İ'ni hesabladım. Buradan 1 amperə bərabər oldu. Yaxşı. 1 amperə bərabər olduğunu tapdım. Daha sonra nə edəcəm artıq? Müqaviməti hesablamalıyam. Müqavimətin də düsturu R bərabərdir. U bölünsün I-dir. Gətirib indi yerinə qoyaram. U'muz 4-dür. İ'ni də 1 tapdıq. Edəcək 4 ohm. Demək ki, müqavimətimiz 4 ohma bərabər oldu. Bax, onun həlli bu şəkildə yazmış oluruq. 11-ci suala baxaq. Gərginlik düşküsü 6 volt olan dövrə hissəsində 5 saniyə ərzində sabit cəryanın işi 60 joule olmuşdur. Dövrə hissəsində cəryan şiddətini hesablayın. Yenə eyni düsturdur uşaqlar. Oradan sadəcə olaraq i'ni tapmaq lazımdır. I bərabərdir. A bölünsün U T'yə. Gətirib yerinə qoyacaq. A'mız 60-dır. U'muz 6-dır. T'miz də 5 saniyədir də. Bərabərdir. 60-ı 30-a böləcəyik. O da edəcək 2 amper. Demək ki, cəryan şiddətimiz 2 amperə bərabərdir. Davam edək 12-ci sualla. 12-ci sualda deyir ki, müqaviməti 10 ohm olan elektrik qızdırıcısı sabit gərginlik mənbəyinə qoşulduqda 1 saniyədə ayrılan istilik miqdarı 160 joule-dur. Dövrədəki gərginliyi hesablayın. Yaxşı, hesablayaq. Müqavimətimiz 10 ohmdur. R bərabərdir 10 ohm. Elektrik qızdırıcısı sabit gərginlik mənbəyinə qoşulduqda 1 saniyədə. T bərabərdir 1 saniyə. İstilik miqdarı Q'miz bərabərdir 160 joule-dur. Dövrə hissəsindəki gərginliyi U bərabərdir sual işarəsini. Düstur bilirik ki, Q bərabərdir U kvadrat bölünsün R vurulsun T şəklindədir.
Ve buradan biz U'nu tapsaq, U bərabərdir. U'nun kvadratı bərabərdir. Kök 6 ifadə ilə keçmədiyinizə görə bu şəkildə davam edirəm mən. Q vurulsun R bölünsün T'yə. O da bərabərdir. 160 vurulsun 10 bölünsün 1'ə. Və buradan tapırıq ki 1600. Yani siz kök altı ifade bilseydiniz o zaman kök altına salıp oradan kökün ifadesini tapabilirdiniz. Ama böyle de fikirləşin ki neyi öz özüne vurduqda 1600 edir. Əlbəttə ki o bərabərdir 40 volt olar. Deməli bunun da cevabı oldu 12-ci sual 40 volt. 13-cü sualda baxaq. Cəryan axan naqilə ardıcıl olaraq eyni müqamətə malik ikinci naqili qoşduqda cəryan şiddəti yəni necə dəyişir? Biz onu müəyyənləşdirməliyik. Əlbəttə ki, əgər eyni müqamətə malik bir ikinci naqili qoşarıqsa, müqamət artanda cəryan şiddəti azalacaq. Necə azalacaq? Nə qədər qoşmusansa, o qədər azalacaq. Yəni 2 dəfə azalmış olacaq. D variantı. Müqaməti 30 ohm olan naqilin en kəsliyindən 20 kulon yük keçmişdir. Bu zaman 200 joule iş görülmüşdür. Elektrik yükünün keçməsi üçün sərf olunan zaman müddəti nəyə bərabərdir? Yenə də verilənləri yazaq. R bərabərdir 30 ohmdur. En kəsliyindən 20 kulon keçir. Yük Q bərabərdir 20 kulona. Bu zaman 200 joule iş görülübsə A bərabərdir 200 jouledur. Müddət niyə bərabərdir? T bərabərdir sual işarəsinə. A bərabərdir I kvadrat R vurulsun T'yə. Deməli, bu düsturu gəlin açaq uşaqlar. A bərabərdir. I-nin düsturu necədir? Bax, I bərabərdir. Q bölünsün T'yə. İndi i-nin kvadratıdırsa, yerinə qoyanda Q-nin kvadratı bölünsün T'nin kvadratı, vurulsun R, vurulsun T şəklində olacaq. Burada T'lərin bir ixtisarı gedəcək. Alınacaq düsturumuz Q kvadrat R bölünsün T'yə. Və buradan biz artıq T'ni çıxardaraq cavabı hesablaya bilərik. Çünki bizdən keçən zaman müddətini soruşur. Gəlin buradan T'ni çıxardaq. T bərabərdir. Q'nun kvadratı vurulsun R bölünsün A'ya. Bərabərdir. Yerinə qoyaq. Q'miz nə qədər idi? 20 idi. 20'nin kvadratı vurulsun R'miz 30'dur. A da 200 joule bərabər idi. Hesablayaq indi uşaqlar. O da bərabər olacaq. 20'nin kvadratı edəcək 400. Bu yazaq. 400 vurulsun 30 bölünsün 200. Bu ixtisar getcək. Burada qalacaq 2. 2'ni də 30'a vuranda edəcək 60 saniye. Demək ki zamanımız 60 saniyəyə bərabər imiş. Və 15-ci sonuncu suala baxaq uşaqlar. Müqaməti R1 bərabərdir 40, R2 bərabərdir 10 ohm olan iki rezistorun gərginliyi U bərabərdir 7,5'dir. Deməli, birinci müqamətləri yazaq. R1 40'dır, R2 10'dur. R1'imiz 40 ohmdur. R2'miz bərabərdir 10 ohmdur. Və gərginliyimiz U bərabərdir 7,5 volta bərabərdir. Və paralel qoşulmuşdu deyir bizə bu dövrələr. Əgər paralel qoşulmuşdursa, o zaman əvvəlcə ümumi müqaməti hesablayaq. R ümumi üçün 1 bölünsün R paralel bərabərdir 1 bölünsün R1 üzərinə gəlsin 1 bölünsün R2. 1 bölünsün R paralel bərabərdir 1 bölünsün 40 üzərinə gəlsin 1 bölünsün 10'a. Orta məxrəc elə bunlara 40'ın özüdür. 40 yazaram bura. 1 üzərinə gəlsin 4. Yəni 5 bölünsün 40. 8'də 1. Buradan tapıram ki R paralelimiz bərabərdir 8'ə. R paraleli tapdıq. Sonra deyir ki dövrənin ümumi cəryan şiddətini hesablayın. Yəni cəryan şiddətinin də düsturu bilirik ki I bərabərdir U bölünsün R'dir. İki rezistorun gərginliyi 7,5'ə bərabər imiş. Demək ki onda yazaram. Bərabərdir.
U'muzun yerini 7,5 bölünsün erimizin de yerini 8. 7'ni de 8'e böldüğümüz zaman 7,5'i 8'e böləndə edəcək bölək 0'dan %94 ampere. Demək ki, cəryan şiddətimiz 0'dan %94 amperə bərabərdir. Belə uşaqlar sizinlə A variantının suallarının izahını paylaşmış olduq. Bir sonraki videoda B variantının suallarını izah etmiş olacaq. Sağ olun.